Deməli, elə mətbəxdən çəkdim. Elektronika xaric. Bütün əşyalar hər birisi qalır da. Mətbəx mebelinə qədər bahalıdır həqiqətən. Belə bir geniş mətbəx, 24 saat müşahidə kamerası, istirmə kombi radiator, şəbəkə pəncərə, əsasən sahəsinə baxır. Belə bir geniş qonaq otağımız. Eyni qaydada elektronika xaric əşyalar hər birisi evdə qalacaq. 6 otaq, paket qubca. TV stand yeri yığılıb bu hissədə. Tavan alçıpan, sport çılçaqlarına qədər. Hə, yaxşı. Yaxşı. Otaqları bölən dəhliz, geniş dəhliz. İstirmə keramikadır. Güzgü dekorumuz bu hissədə, baxın. İkinci mərtəbəyə qalxan pilləkənimiz bu hissədə. Yataq otağı, dolab hər birisi bahadır, baxın. Burada hamam otağı, sanitar qovşaq, tamir təchizat. Danışıram ki, məlumatım olsun, sonra özüm deyərsən də nəyəsə. Aksesuarlara qədər həqiqətən bahadır, hamısı. Baxın, geniş dəhliz. Qalxaq ikinci mərtəbə, sonda həyətyanı sahəsi. İkinci mərtəbədə hamam sanitar qovşaq, tam təchizat. Bu hissədə bir yataq otağımız var, uşaqlar üçün ediblər, geniş. Bu bağlıdır, deyərsən elə. Deyərsən ki, eyni ölçüdədir, prosto ev sahibi bağlayıb. Bu geniş yataq otağımız. Hər birisi bahalıdır. Və sonuncu yataq otağı. Və buradan eyvana çıxış. Keçim etiyan sahəsində çəkim sənin üçün. Qiymət barəsində irəliləyən dəqiqələrdə açıqlayacağım ki, 6 otaqlı evimizin qiyməti ilə ilk öncə görülən işləri sizlərə təklif edək. Əl qapısı, jalüz, kommunal, moykası, xarici görünüşü, bu tərəfdə əl damı, şkaf yığıb. Artıq əşyaları yığmağa bax, bütün hər şey. Neysə, keçilədir burada gül dikcək, dekorativ ağac gül, işıqlandırma.